Körpə uşaq necə ağlayır, deyir, uf oldu əlim. Bilir ki, ana o saat nəvaziş eləyəcək. Taqəti yoxdur axı dözməyə. O saat nəvaziş eləyəcək. Nəvaziş istəyən kimi narahatçılıq fikirləşir. Onun vasitəsilə ananın ürəyinə əl alır. İnsan da cəhənnəmdən danışır duada. İlahi qorxuram ya oddan, cəhənnəmdən qorxuram. Ne üçün? Allah nəvaziş eləsin. Başına sığal çəksin, ürəyin alsın. İlahi qorxuram, o cəhənnəmdən qorxuram, narahatam. Allah da desin, əzizim qorxma, səni ora aparan yoxdur. Sən hara, ora hara, sənin orada nə işin var, cəhənnəm hara, sən hara. Bu da keyf eləyir. Bu da bundan ləzzət alır. Bu keyfi almaq üçün Allah cəhənnəmlə danışır, özü şərait yaradır, mühit yaradır ki, biz nəyəsə söykənib ona naz eləyək, ondan nəsə istəyək.